Salam, xəbərlərlə tanış olun. Ermənistan silahlı qüvvələri təmas xəttində yerləşən kəndləri bu gecə də atəşə tutub. Cəbhənin müxtəlif istiqamətlərində sutqa ərzində atəşkəs rejimi ümumilikdə 19 dəfə pozulub. Düşmən cavab atəşi ilə susdurulub. Bu gecə Kiyev şəhərində atışma olub. Maydanda aksiya iştirakçıları ilə özünü müdafiə qüvvələri arasında silahlı toqquşma baş verib. Atışma nəticəsində 3 nəfərin öldüyü, 1 nəfərin isə yaralandığı bildirilir. Yaralı xəstəxanaya yerləşdirilib, səhər saatlarına yaxın maydanda sakitlik yaranıb. Son günlər Ukraynanın qərb vilayətlərində etiraz aksiyaları keçirilir. Türkiyədə Ankara prokurorluğu Fethullah Gülen və ona tabe olan qurumların fəaliyyətinə dair araşdırma başlamasını tələb edib. Bunun əsasında Türkiyə polisinin terrorla mübarizə şöbəsi ölkənin 30 vilayətinə Gülen cəmaatının əlində silah gücün olub-olmamasını araşdırılması ilə bağlı müraciət göndərib. Türkiyə mətbuatının məlumatına görə bu çərçivədə Milli Kəşfiyyat və polis idarələrində cəmaata bağlı üzvlərin olub-olmaması, onların silahlı fəaliyyətə baş vurması mümkünlüyü araşdırılacaq. Bir neçə gün əvvəl Ankara prokurorluğu son 10 il ərzində bir jurnalist və siyasi xadimlərin qətlində Gülen cəmaatının izinin ola bilməsi barədə iddia irəli sürmüşdü. Bakı şəhəri Ziya Bünyadov prospektinin Ali Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab Salamzadə küçələri ilə kəsişməsində yerləşən müxtəlif səviyyəli yol qovşağı kompleksinə daxil olan Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi istiqamətinə nəqliyyatın hərəkətini təmin edən tunel tipli yol ötürücüsü bağlanıb. Müvəqqəti açılan tunelin bağlanması köməkçi yolda asfalt beton işlərinin başa çatması ilə əlaqədardır. Hazırda sözü gedən tunel tipli yol ötürücüsündə son tamamlanma işləri davam etdirilir. Hava haqqında məlumatla tanış olun. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 24-26, gündüz 36-38 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun hərarəti 25-28 dərəcə isti təşkil edəcək.